Çıxış zamanı demək istədiklərini unudursan? İlk dəfə səhnəyə çıxanda dediklərimin yarısını unutdum. Çox danışmaq, fikirlərimi tam ifadə etmək istəyirdim. Amma beynimdəki sözlər sanki havaya uçdu. Bilirəm ki, bu problemi yaşayanlar az deyil. Həll yolu üçün 3 əsas üsulu tətbiq edin. Birincisi, struktur qurmaq. Çıxışınızı başlıq, əsas fikir və nəticə şəklində bölün. Bu, fikirlərinizin itməsinin qarşısını alacaq. İkinci, açar sözlər. Tam mətn əzbərləməyə əvəzinə əsas ifadələri xatırlayın. Bu zaman çıxış daha təbii olacaq. Üçüncüsü, məşqlər və nəfəs idarəsi. Çıxışdan əvvəl səsli məşqlər edin və dərin nəfəs alın. Bu, beyninizin sakit qalmasına kömək edəcək. Çıxışınızın yadda qalan olmasını istəyirsinizsə, bu üsulları mütləq tətbiq edin. Yox, əgər tək başına edə bilmərəm deyirsinizsə, bizə müraciət edin, birlikdə edək.